Balakəndə göbələk 3 nəfəri xəstəxanalıq edib, zəhərlənən şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir. 23 yaşlı Balakən sakini Gülmira Qarayeva, 32 yaşlı Zeynəb Bayramova və 42 yaşlı Əzizə Rəşidova zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. İlkin müayinədən sonra hər 3 nəfərin göbələkdən zəhərləndiyi aşkar edilib. Göbələk sınma baxıyorsunuz? Ben səhər yemişəm saat 8-də. Narahatçıya falan başlayıb? Saat 2-də. Mədəmdə ağrılar oldu, kütənirlər. Həkimlər yoluxucu xəstəliklər şöbəsində müalicə olunan Zeynəb Bayramova və Əzizə Rəşidovanın vəziyyətini ağır qiymətləndirir. Zəhərlənən digər qadın Gülmira Qarayevanın vəziyyəti isə daha ağır olduğundan onun Respublika Toksikoloji Mərkəzinə göndərilməsi nəzərdə tutulub. Göbələkdən zəhərlənənlərdən biri Əzizə Rəşidova Balakən xəstəxanasında tibb bacısı işləyir. Son 4 gün ərzində Zaqatala rayonunda daha 2 nəfər göbələkdən zəhərlənib. Rayonun Yuxarı Tala kənd sakini 53 yaşlı Tahirə Əhmədova və Suvagil kənd sakini 23 yaşlı Brilyant Məlikovanın da vəziyyətləri ağır olduğundan paytaxtdakı xəstəxanaya göndəriliblər. Ötən ilin bu vaxtı da Zaqatalada göbələkdən kütləvi zəhərlənmə olmuşdu və bir ailənin 4 üzvü, ata, ana və 2 az yaşlı övladları da dünyasını dəyişmişdi.